İmam Əli əleyhissalam Kəbədə dünyaya gələn yeganə insandır. Bu, onun Allah yanında necə uca bir məqam sahibi olduğunu göstərir. Uşaq yaşlarında Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin evində böyüyüb, tərbiyəsini ondan almışdır. İlk müsəlman kişi, ilk namaz qılan şəxsdir. Bədr döyüşündə tək başına orduya qarşı döyüşüb. Uhudda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ətrafından hamı qaçanda o qalaraq müdafiə etmişdir. Xəndəkdə Əmr ibn Əbdəvidi öldürərək İslamı bir təhlükədən xilas etdi. Xeybər qalasının darvazasını tək əli ilə qopararaq zəfər qazandırdı. Onun qılıncı Zülfüqar idi. O heç vaxt zəifə qarşı qılınc qaldırmazdı. Onun qılınca zalimin boynuna enərdi. İmam Əli əleyhissalam xilafətdə olarkən belə sadə yaşayıb. O, gecələr başqasının evinə onu aparar, yetimlərə əl tutar və bunu heç kim bilməzdi. Onun yeməyi arpa çörəyi, geyimi köhnə yamamaq içində paltar idi. Öz əli ilə quyular qazar, cəmaata su çıxarar və heç zaman özünü üstün tutmazdı. İmam Əli əleyhissalam Ramazan ayının 19-cu günü sübh vaxtı Kufə məscidində ibadət etdiyi zaman İbn Mülcəm adlı bir xəvaric tərəfindən zərbələnərək yaralandı və Ramazan ayının 21-ci günü şəhadətə çatdı. Son sözü Fuztu və Rabbil Kəbə, yəni Kəbənin Rəbbinə and olsun, qurtuldum. Bu dünya yükündən Allaha qovuşduğuna görə sevinirdi. Həyat yoldaşı xanım Fatimə Zəhra salamullahu əleyha Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin qızı idi. Onlardan 4 övlad dünyaya gəldi. İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam, xanım Zeynəb salamullahu əleyha və Ümmü Gülsüm. Və son olaraq İmam Əli əleyhissalam bir əqidə, bir əxlaq və bir ədalət məktəbidir. Allah İmam Əli əleyhissalamın qatillərinə lənət etsin. Amin.